Herkese salam. Kanalıma xoş gəlmisiniz. Hörmətli valideynlər və əziz uşaqlar, YouTube kanalında gördüyünüz qısa videolarla yanaşı, həmçinin ətraflı, mərhələli şəkildə izah olunmuş videolarımız YouTube kanalında yerləşdirilmişdir. YouTube kanalına daxil olaraq, axtarış bölməsində zəkalı addımlar yazaraq mənim səhifəmə keçid edə bilərsiniz. Ardıcıllıq mövzusu ilə davam edirik. Səhifə 45. Birinci test tapşırığına baxırıq. Demək, burada iki sütun verilmişdir. Birinci sütun və ikinci sütun. Diqqət eləsək, görürük ki, ilk sütunda rəqəmlər, məsələn, 1-i, görürsünüz, kvadrat içində verib, 8-i dairə içində verib, 5-i yenə kvadrat, 4 dairə, yenə kvadrat şəklində bir göy qurşağı rəsmi verib. İkinci sütunda həmçinin davam edir. Sonda isə bizə bulut rəsmi verib və bizdən soruşur ki, göy qurşağı çıxılsın bulut nəyə bərabərdir? Kvadratda yazılan rəqəmlərə baxırıq. 1, 5. İkinci sütunda da baxırıq. 3, 7. Artıq biz bildik ki, burada təklərdir. Quruqlarda isə cüt ədədlərdir. İndi baxın, belə bir əlaqə yaradım sizin üçün. Demək, baxın, 1-dən 3-ə, 3-dən 5-ə, tək rəqəmləri, baxın, tək ədədləri işarələdim. İndi baxırıq, 1-dən 3-ə nə qədər artıb? Üstə gəl 2. 1 üstə gəl 2 eləyir 3. 3 üstə gəl 2 eləyir 5. 5 üstə gəl 2 eləyir 7. 7 üstə gəl 2 bizə neçəni verəcək? 9-u. Baxın. Deməli, 7 üstə gəldi 2 bizə verəcək 9-u. Biz tapdıq ki, bizim göy qurşağımız 9-dur. 10 8-ə gedir, 6-ya gedir, 4-ə gedir. 10 ilə 8-in arasında nə qədər azalma var? Çıxılsın 2 kimi, düzdür? Baxın, yazıram. Çıxılsın 2. Deməli, 10-dan 2 çıxıb 8 alıb, 8-dən 2-ni çıxıb 6-nı alıb, 6-dan 2-ni çıxıb 4 eləyib, 4-dən də 2-ni çıxacaq, alınacaq 2. Demək, 4-dən də 2-ni çıxır, eləyir 2. Buludumuzu da tapdıq ki, 2-dir. Deməli, 9-dan da 2 çıxanda cavab eləyəcək 7. Doğru cavabımız C bəndidir. Keçid edirik ikinci tapşırığa. İkinci tapşırıqda baxırıq. 2 ilə 5-ə baxaq. Baxın, 2 ilə 5-ə. 2-nin üzərinə 3 gəlib, eləyib 5. Gəlin kənarda yazaq bir yerdə. 2-nin üzərinə 3 gəlib, eləyib 5. Görək hamısında bu cür gedirmi? Baxaq. 4 ilə 7-yə baxaq. Aha. 4 ilə 7. 4-ün üzərinə 3 gəldikdə 7 eləyir. Aha. Deməli bizim ardıcıllığımız bir-birindən olan əlaqə müsbət 3-dür. Yəni üstə gəl 3-dür. Baxırıq. 1, 4. 1-in üzərinə 3 gəlir. 1 üzərinə 3 eləyir 4. Daha sonra isə baxırıq. 3 rəqəmimiz qaldı. Aha, burada soruşur. Deməli, yenə 3 üstə gəl 3 kimi. Çünki hamısı üstə gəl 3 gedir axı. 3 üstə gəl 3 bərabərdir 6-ya. Deməli, sual işarəmizin yerində olacaq 6. Doğru cavabımız B variantıdır. Keçid edirik 3-cü tapşırığa. 3-cü tapşırıqda baxırıq. 10, 9, 6, 5, 2 və sual işarəsi soruşur. 10 və 9-un arasında deməli, baxırıq. 10-a baxırıq, 6-ya və 9-a. Baxaq ki, 10-dan
4'ü çıxanda bizə verir bu 6-nı. Bərabərdir 6. Baxaq görək. 6-dan 4'ü çıxanda bizə verir 2-ni. Aha. İndi yuxarı baxın. 9'dan 4'ü çıxanda bizə verir 5'i. Görürsünüz, bax yazıram. 9'dan 4'ü çıxır, 5'i verir. Deməli, həm yuxarıda, həm aşağıda çıx 4-lə deməli ardıcıllığımız davam edir. Deməli, onda burada necə olacaq? 5'dən 4'ü çıxacaq. Bəli. 5'dən də 4'ü çıxanda bizə verəcək 1. Deməli, sual işarəmizin yerində hansı rəqəm olacaq? 1. Doğru cavab A cavabıdır. Keçid edirik 4-cü tapşırığa. 4-cü tapşırıqda baxırıq. 1 və 2. 2, 3. Aha. Deməli, bizim ardıcıllığımız necə olacaq? Baxaq. 1'in üstünə 1 gəlir, eləyir 2. 2'nin üzərinə yenə 1 gəlir, eləyir 3. Aha. 3'ün üzərinə 2 gəlir, eləyir 5. Deməli, buradan baxırıq ki, bizim ardıcıllığımız necə gedir? Üstə gəl 1, üstə gəl 1, üstə gəl 2. Deməli, üstə gəl 2 kimi gedir. Deməli, 3'ün üstünə 2 gəlib 5 edir. 5'in də üzərinə ardıcıllığımızla davam edib 2'ni gəldikdə eləyir 7. Deməli, sual işarəmizin yerində olan rəqəm 7'dir. Doğru cavab A cavabıdır. Keçid edirik 5-ci test tapşırığımıza. 5-ci test tapşırığında da oxla işarələyib 9'dan 6'ya, 9'dan 6'ya. Aha. 6, 9 ilə 6 azalma olduğu üçün nə qədər azalıb? Çıxılsın 3. Yəni 9'dan 3'ü çıxıb eləyib 6. Daha sonra nə edib? Artıb 6'nın üzərinə 2 gəlib edib 8. Baxırıq. Aha, yenə azalıb. 8'dən 3'ü çıxıb 5 edib. Deməli, 5'in üzərinə 2 gəlib 7 edib. Ardıcıllığımız belə gedir. Çıxılsın 3, üstə gəlsin 2. Çıxılsın 3, üstə gəlsin 2. İndi rəsmlərə baxırıq. Çiçək rəsmimiz, görürsünüz, çıxılsın 3'dür. Burada yazırıq yerinə, çıxılsın 3. Digər çiçək rəsmi, deməli, yaşıl rəngdə olanda müsbət, üstə gəl 2'dir. Deməli, çıxılsın 3, üstə gəlsin 2. İndi cavablara baxırıq. A cavabı, B cavabında çıxılsın 3, üstə gəlsin 2'dir. Doğru cavab B variantıdır. Həmişə güllərə də diqqət edin ki, hansı gül birinci gəlir və hansı rəqəmdir. Çıxılsın 3, üstə gəlsin 2. Yəni C variantındakı kimi deyil. Əksi yazılır. Bu sizi çaşdırmasın. Keçid edirik 6-cı test tapşırığına. 5'dən 2'ni çıxıb neçə alır? Yazırıq bura. 5'dən 2 çıxırıq, 3 alırıq. 3'dən 2 çıxırıq, 1 alırıq. Sonra yazıb 3'ün üzərinə 3 gəlib neçə alırıq? 3'ün üzərinə 3 gəlirik, 6'nı alırıq. 6'nın da üzərinə 3'ü gəlirik, B-ni tapmalıyıq. 6'nın da üzərinə 3'ü gələndə eləyir 9. Deməli, B-imiz nədir? 9. Doğru cavabımız C bəndidir. Keçid edirik 7-ciyə. 7-cidə yenə 2 sıra verilib. Baxırıq ilk sıradakı əlaqələrə. Demək, 2'nin 5. 2'nin üzərinə neçə gəldikdə 5 edir? 2'nin üzərinə 3 gələndə 5 edir. 5'dən 2 çıxanda 3 edir. 3'ün üzərinə 3 gələndə 6 edir. 6'dan da yenə 2'ni çıxanda 4 edir. Deməli, ardıcıllığımız burada belə gedir. Üstə gəlir 3, çıxılsın 2, üstə gəlir 3, çıxılsın 2. Deməli, burada nə olacaq? Üstə gəlinsin 3 olacaq. Deməli, 4'ün də üstünə 3 gəlib 7 eləyib. Tapıb ki, 4'ün də üzərinə 3 gəlib 7 edib. Tapıb maşınımızı. 4'ün üstünə 2 gəlir, eləyir 6. 6'dan 3'ü çıxıb, eləyib 3. 3'ün üstünə 2 gəlib, eləyib 5.
5-dən 3'ü çıxıb edib 2. Deməli burada ardıcıllığımız necədir? Üstə gəl 2 çıxılsın 3. Üstə gəlsin 2 çıxılsın 3. Deməli burada nə olacaq? Davamı olaraq üstə gəl 2 olacaq. 2-ni gəlirik edir. Burada yazaq 2 üstə gəl 2 bərabərdir 4. Deməli sualtı qəmimiz də 4'dür. 7'dən də 4'ü çıxdıqda 3 alınır. Doğru cavabımız A cavabıdır. Keçid edirik 8-ciyə. Bizdən nə soruşur? Baxın. Kvadrat verib, içərisində 3 bucaq verib. 3 bucaq verib, içərisində 3 bucaq verib. 5 bucaqlı verib, içərisi boş verib və bizdən soruşur. Demək, baxaq. 4 bucaqlı, içərisində 3 bucaqlı. Deməli, 4 və gəl 3 bucaq. 3. Bu elədir 7. 2 3 bucaq verib. Yəni 3 bucaq var. 3 üstə gəl. 3 bu da eləyir 6. Baxaq. Deməli. Daha sonrası burada nədir? 5 bucaq. Burada təkdir. Yoxsa azala gəlir. 7, 6, 5. Deməli burada nə olacaq? Ardıcılıq belə gedir. Azala gedir. 7, 6, 5. Burada nə olacaq? 4. Deməli 4 də hansıdır? 4 bucaqlı. Baxın A variantı 3 bucaqlı, B variantı 4 bucaqlı, C variantı isə 6 bucaqlıdır. Doğru cavab B-dir. 4 bucaqlı kvadratımız. Keçirik 46-cı səhifəyə. 9-cu tapşırığa. 1'in üzərinə 2 gəlib, 3 edib, 3'ün üzərinə 1 gəlib, 4 edib, 4'ün üzərinə 2 gəlib, 6 edib, 6'nın üzərinə 1 gəlib, 7 edib. Ardıcıllığımız necə gəlir? Üstə gəl 2, üstə gəl 1, üstə gəl 2, üstə gəl 1 kimi. Deməli, 7 üstə gəl, növbəti ardıcıllığımız nə olacaq? Üstə gəl 2. 7'nin də üzərinə 2 gəlib, edib, 9. A sıramız 9. İndi baxırıq B sıramıza. 8 ilə 9'un. Deməli, 8'in üzərinə 1 gəlib 9 edib. 9'dan demək 2 çıxıb 7'ni alıb. 7'nin üzərinə 1 gəlib 8 edib. İndi ardıcılığımız necə getdi? Üstə gəl 1, çıxılsın 2, üstə gəlsin 1. İndi nə olacaq? Çıxılsın 2. Yəni 8'dən də 2'ni çıxacağıq. Çıxılsın 2. Bu da bizə verir 6'nı. Deməli, bizim portağalımız 6'dır. Deməli, baxın, buradakı rəsmdə birinci rəsm portağaldır. Bura yazırıq 6. Portağalı tapdıq 6. Daha sonra isə 3-cü sıraya C sırasına baxırıq. 4, 7. 4 ilə 7. Deməli, 4'ün üzərinə 3 gəlib, edib 7. 7'dən 2'ni çıxıb, edib 5. 5'in üzərinə 3 gəlib, edib 8. Ardıcılığımız necə getdi? Üstə gəl 3, çıxılsın 2, üstə gəlsin 3. İndi necə olacaq? Çıxılsın 2. Yəni 8'dən də 2'ni çıxıb, yenə alır 6 rəqəmi. Deməli bizim almamız da 6'dır. Baxırıq cavablara. Doğru cavab B cavabıdır. Keçid edirik 10-cu tapşırığa. 3 ilə 5. 3 ilə 5'in arasında. Deməli 3'ün üzərinə neçə gəlib 5 əldə edib? 3'ün üzərinə 2 gəlib, edib 5. 5 ilə 4'ün arasında top var. İndi bu topu tapmalıyıq. Baxaq. 5 alsaq 2'ni. Baxaq görək ardı necə gedir. Daha sonra isə ardıcıllıqla nə gəlir? Üstə gəlir 2 çıxılsın 3 olsa. Görə 2 alsaq. 2'nin də üzərinə yenə ardıcılığa uyğun 2 gəlsək 4'ü almış oluruq. Bu 4'ü almış oluruq. Daha sonra isə 4'dən də 3'ü çıxsa 1 almış oluruq. Deməli, ardıcıllığımız üstə gəl 2, çıxılsın 3, üstə gəlsin 2, çıxılsın 3 kimi davam edəcək. Və 2'ni tapdıq. Topumuz neçədir? 2. Daha sonra isə yuxarıdan aşağı olan ardıcıllığımıza baxırıq ki, 4'dən 2 çıxanda
2 alıb 2-dən 5-ə gedib. 2-nin üzərinə 3-ü gəlib 5 alıb. Deməli çıxılsın 2, üstə gəlsin 3 kimi davam eləyib. Daha sonra isə 5-dən yenə 2-ni çıxıb 5-dən demək 2-ni çıxıb 3 alıb. 3-ün də yenə üzərinə 3 gəlib 6-nı alıb. Deməli yuxarıdan aşağı ardıcıllığımız necə gedir? Çıxılsın 2, üstə gəlinsin 3. Çıxılsın 2, üstə gəlinsin 3. Şəkillə üzbəyüz dayandıqda soldan sağa ardıcıllığımız necə gedir? Üstə gəl 2, çıxılsın 3. Üstə gəlsin 2, çıxılsın 3 kimi. Deməli topumuz neçədir? 2. Doğru cavabımız B cavabıdır. Keçid edirik 11-ci tapşırığa. 11-ci tapşırığımıza baxırıq. 3, 5. Deməli burada üstə gəl 2 olacaq. 5-dən 3-ü çıxırıq 2 alırıq. Deməli müsbət 2. 5 ilə 8-in arasında nə qədər var? 3. Yəni 5-in üzərinə 3 gəlib 8 edib. Daha sonra yenə üstə gəl 2, üstə gəl 3, üstə gəl 2 kimi. Yəni 8-in də üzərinə 2 gəlib edib 10. Sual işarəmizin yerində olacaq 10. Həmçində yuxarı bax, bunlara baxsaz. Baxın, 3-ün üzərinə 2 gəlib. Yəni 3-ün üzərinə 2 gəlib 5 edib. 5-in üzərinə 3 gəlib 8 edib. 8-in üzərinə 2 gəlib 10 edib. Deməli doğru cavabımız A cavabıdır. Keçid edirik 12-ci tapşırığa. 12-ci tapşırıqda baxırıq. Aha. Demək 7-dən 5-ə. Deməli necə oldu? Nə qədər azaldı? 7 çıxılsın 5 oldu 2. Deməli 2 azaldı. Baxırıq indi bura. Demək 4 ilə 2-yə. Yenə 4 çıxılsın 2 edir 2. 3-dən 2 çıxır, alır 1. İndi 6-nı soruşur. Deməli hamısı çıx 2 olduğu üçün 6-dan da 2-ni çıxacağıq, alacağıq 4. Doğru cavabımız B variantıdır. 10-cu tapşırığa baxırıq. Aha. Deməli burada nə verib? 6 və 9 arasında üstə gəl 3 bucaq. Görürsünüz, fiquru 3 bucaq çəkib. Deməli, burada nə demək istəyir? Üstə gəl 3 bucaq. Yəni 3 bucağı olan. Üstə gəl 3 olacaq. Baxın, 9-dan çıx işarəsi qoyub 4 bucaqlını. Deməli, 9-dan neçə çıxacaq? 4-ü. Daha sonra alınmış cavabı buraya yazacağıq. İndi baxaq, 6-nın üzərinə 3 gəlib 9. 9-dan 4-ü çıxıb, alıb 5. 5-in üzərinə, görürsünüz, burada üstə gəldi. Yenə 3 bucaqdır. Deməli, 5-in də üzərinə yenə 3 gələcək. 5-in də üzərinə 3-ü gəlib 8-ə alıb. 8-dən çıx kvadrat. Deməli, 8-dən də 4 bucaqlını çıxıb, alıb 4. Yəni, 8 çıx 4, 4. Daha sonra isə görürsünüz, 4 üstə gəl 3 bucaq. Yəni, 4 üstə gəl. 8-dən də çıxıb 4-ü. Yazın bura. Aha. Ardıcıllıq özü də belə gedir. Baxın, üstə gəl 3, çıxılsın 4, üstə gəl 3, çıxılsın 4, üstə gəl 3. Yəni 4 üstə gəl də 3 edir 7. K hərfimiz olur 7. Doğru cavabımız C bəndidir. Keçid edirik 14-cü tapşırığa. Baxırıq. 2 sütunumuz var. Hərdən elə olur ki, sütunlar qarşı-qarşıya da olur. Digər tapşırıqlarda görmüsünüz. Burada əgər elə tapmaq olmursa, deməli, ayrı-ayrılıqda deməli, ardıcılığı tapırıq, baxırıq. 6 ilə 9-u, 6 ilə 9-un arasında, deməli, 6-nın üzərinə 3 gəlir, 9 əldə edir. Daha sonra baxırıq, 5-dir, azalıb. Deməli, 9-dan 4-ü çıxıb, 5 alıb. Üzərinə 3 gəlib, 8-ə alıb. Deməli, ardıcılıq belə gedir. Üstə gəlir 3, çıxılsın 4, üstə gəl 3. 8-dən indi nə etməliyik? 4-ü çıxırıq. Alırıq. A-mız neçədir? 4. A-mızın yanına 4-ü yazırıq. İkinci sütuna baxarıq.
Burada necə gedir? 7-dən 4-ə azalıb. Nə qədər azalıb? 3 azalıb. Deməli 7-dən 3-ü çıxıb 4 alıb. Baxırıq. Aha, 4-dən 8-ə artıb. Nə qədər artıb? 4-dən. 4-dən. Deməli 4-ün üzərinə 4 gəlib, alıb 8-i. Deməli ardıcıllıq belə gedəcək. Çıxılsın 3, üstə gəlsin 4. İndi baxırıq 8-dən yenə 3-ü çıxırıq. Alırıq 5. İndi necə olacaq? 5-in də üzərinə 4 gələcək. B-mizi tapacağıq. Bu da eləyəcək B-miz 9. 9-u da qoyuruq B-mizin yanına. Hesablayırıq. 9-dan da 4-ü çıxırıq. Edir 5. Doğru cavabımız B cavabıdır. Keçid edirik 15-ci tapşırığa. Demək, 11-ci tapşırıqda necə gedir? Baxaq. 5 üstə gəl 1 edib 6. Yuxarıda necə gedir? 8 üstə gəl 1 edib 9. Deməli, bunlar bu şəkildə davam edir ardıcıllıq. 6-nın da üstünə 1 gələcək, edəcək 7. Deməli, sual işarəmizin yerində olan rəqəmimiz 7-dir. Doğru cavab A cavabıdır. Hörmətli valideynlər və əziz uşaqlar, kanalıma dəstək olmağı, videoları bəyənməyi, şərh bölməsində fikirlərinizi bölüşməyi unutmayın. Gələn dərslərdə görüşmək ümidi ilə. Hələlik!